2006-cı ildə Tibb Universitetini bitirdikdən sonra 2010-cu ildə mən ümumi cərrah kimi fəaliyyətə başlamışam Həkimlər Təkmilləşmə İnstitutunda. Həkimlər Təkmilləşmə İnstitutunda elmi fəaliyyətim olubdu və bu illər ərzində 15 elmi məqaləm, bir elmi kitabım olubdu. Amma biz universiteti bitirən zaman internatura olduğundan internatura keçərək ümumi cərrah kimi bitirmişik və daha sonra işlədiyim Həkimlər Təkmilləşmə İnstitutunda kafedranın dosenti vəzifəsinə təyin olunmuşam. Bu zamanda biz həkim olaraq, kafedra dosenti olaraq dərslər deyilirdi Həkimlər Təkmilləşmə İnstitutunda. Bu səbəbdən plastik cərrahiyyə mərkəzi yaradıldı, kafedra yaradıldı və məni ora Həkimlər Təkmilləşmə İnstitutunun kafedrasının plastik rekonstruktiv cərrahiyyə şöbəsinə qəbul müdiri qoydular, qəbul şöbə müdiri qoyuldum. Bu illərdə də 2 rezidentim var, 2 plastik cərrah rezidentim var hal-hazırda. Onlar plastik cərrah kimi də fəaliyyət göstərirlər. Bu da bir sevindirici haldır ki, mənim hazırladığım, deyərdim, tələbələrim Azərbaycanda plastik cərrah kimi fəaliyyət göstərə bilirlər.